Bir daha salam, artıq biz sizinlə 9-cu dərslikdəyik və bu dərslikdə biz sizinlə siyahıların stillərindən bəhs edəcəyik. Hansı ki, bu siyahıların stilləri dedikdə, ümumiyyətlə bizə HTML tərəfi baxımlılığından bu kodlamalar, yəni tərif siyahıları və sifariş siyahıları yada düşülür. Bu siyahıların əslində CSS-də daha bir genişləndirilmiş obraz tərəfi də vardır ki, bu da CSS-in çox gözəl bir atribut açılış tərəflərindən, yəni nümunə edilir. Artıq biz dərsimizə başlayaq və hədəf olduğu kimi ilkin öncədən işçi stolumuza yaratdığımız veb-saytı qovluğumuza daxil olaq. Daha sonra qovluğumuza daxil olduqdan sonra burada bir neçə tipli faylımızı görə bilərik əlbəttə ki və yalnız HTML səhifəm üzərində, yəni web səhifə.html tipli sənədim üzərində sağ düyməni qeyd edirəm. Hədəf olduğu kimi açılan siyahıdan edit deyə, redact et deyə sözünü seçirəm. Bir öncəki dərslikdə burada gördüyünüz kimi nişan menyuların yaradılması və onlara aid nişanların stilləri barəsində bəhs etmişdik və o kodlamalara artıq mən əlaqə linkləri, yəni hrefləri silirəm. Hələ ki, HTML kodlamam tərəfdən və qeyd edirəm. Artıq yeni kodlamamızı yazmadan öncə, ilk öncədən əlbəttə ki, CSS tərəfdən deyil, məhz HTML tərəfdə tərif siyahıları və ümumiyyətlə sifariş siyahılarına müraciət etməliyik. Bunun üçün biz ilk öncədən UL, class, onları sinifə alacağıq və sinifimizə A dəyər kimi bildirəcəyik. Daha sonra UL-i bağlamadan öncə əlbəttə ki, LI kimi siyahının əşyasını bildirəcəyik. Siyahının əşyasını artıq biz UL və LI-yi HTML-dən artıq dərslərindən mənimsəmişik və mənə də gəlir ki, açıqlamalarını bir o qədər dərinliyinə, yəni bir ehtiyac duymuruq artıq və artıq kodlamamızı işləyək. Yazaq ki, yazı 1 və artıq UL-i bağlayaq. Eyni zamanda UL-i kopya edək Ctrl-C vasitəsilə bir daha UL-i qeyd edək və yazı 2 deyib, klassını isə B deyək. Eyni zamanda 2 dəfə yenidən qeyd edək və bunları UL-lərə artıq all deyək. Bu isə order list. Qeyri sıralanmış listələr anlamına verən ölçümdədir. Yazı 4 deyək. OL, class C, A, B, C, D kimi burada gördüyünüz kimi sıralanmışıq və artıq biz HTML tərəfdən olan sifariş siyahıları və ya tərif siyahıları bölümünü, yaxud işləmini və hər birinin içərisində yalnız bir dəyərin yer aldığına görə bilərik. Və bunları file save deyirik. Gördüyünüz kimi fayl menüsünü save etdikdən sonra qayıdıb qovluğumuzda web səhifə.html tipli uzantılı sənədimizi çalışdırsaq, səhifəmizdə yalnız standart olaraqdan formulalı gördüyümüz və işləm prosedurasına malikli siniflərin yer aldığına görə biləcəyik. Lakin biz indi qayıdıb CSS faylımızı qovluğumuzda çalışdıraq və mənim CSS faylı.css və artıq kodlamamızı yazaq. İlk öncə UL-i çağırırıq və burada sıra seçicilərinin tərkib hissələrinə daxil olmağı da öyrənirik həmçinin və burada A-ya müraciət edirik. Yəni, qeyri-listə sıralanmış listənin A nişanı olan sinif davam edicisi A-sı və indi biz bunları yazacağıq. Əlbəttə ki, ilkin öncədən standart olaraqdan list style standart olaraqdan siyahının stili anlamına gələn kodlaması vardır CSS-in. Və bunu none dediyimizdə, məsələn, fayl menüsündən save edək və qaydaq hiper sənədimizi yeniləyək. Gördüyünüz kimi, burada qarşısında olan yazı 1-in, halbuki yazı 2-də də eyni ilə yazı 1 kimi xarakterizə edilmiş nöqtə var idi. Amma artıq listin stilinin məhz none dedikdə, artıq yazı qabağından olan nöqtə silindi və görünməz hala gəldi. İnkar formasında bildirildi bizlərə. Və bundan əlavə, listin siyahısının həmçinin, məsələn, bunu bir daha kopya edək. Bunları biraz buradan silək. Çünki ətraf qanuna qarşı oldu və yer tutumu baxımından bizə sərf etmədiyi üçün sildik artıq. Bir öncəki dərsdə yaratdığımız kodları. Type deyəcəyik ikincisini, list style type, eyni ilə yenə də A-ya qeyd edirik və burada artıq bunu silirik.
UL-A-nı silirik. Və UL-A-ya sildiyimiz və qeydinə vardırdığımız öncə fayl save edirik və öncədən qaydaq səhifəmizi yeniləyək. Gördüyünüz kimi yenə də eyni proseduru daşıyır və əslində heç bir məna bütövlüyü kimi dəyişkənliyinə uğramadı. Yəni, siyahının stilini, tipi yenidən bir daha nam dedik və ya tipsiz də siyahının stili nam da dedikdə, yəni imkan formasında əslində qarşısında olan yumru girdəvi dairəni götürür və onu silməyə, yəni müqəddiməsini gətirib çıxardır. Bu kimi təsvirdən sonra biz bir daha UL-A-ni kopyalayırıq və alt sətrə düşərəkdən burada artıq tipini dəyişəcək əlbəttə ki, bu zaman circle deyəcəyik. Circle isə circle formasında, yəni dairəvi formasında olduğunu tənzimləyəcək və bizə riyaziyyatın dairəsini göstərəcək sanki. Bu kimi atribut və nişan ona xarakterizdir. Artıq biz fayl save etdik, qaydaq səhifəmizi yeniləyək. Gördüyünüz kimi birinci yazıya diqqət yetirsə, artıq nöqtə formasından deyil, lakin dairə formasında, yəni circle formasında bizlərə təqdim olunur. Bir daha qayıdıb CSS-ə, bunu bir başqa tipini də əlbəttə ki yoxlayaq. Məsələn, circle yerinə square deyək. Square isə bildiyiniz kimi kvadrat deməkdir və artıq dəyişkənliyimizin tipini müəyyən etdikdən sonra fayl save menüdən gedək və artıq yaddaşa verdikdən sonra qayıdıb yeniləsək səhifəni bir daha gördüyünüz kimi kvadrat formasında oldu. Halbuki bu bizə HTML tərəf baxımlılığından, yəni eyni ilə prosedurun yerinə yetirilmə atributuna xarakterizə edilir. Bir baxın, məsələn biz burada UL-i class altına almışıq, lakin tipini özünün açılışında bunu da artıq biz bilirik HTML biliyimiz baxımından. Yəni tipini burada da həmçinin circle yaza bilərdik və ya square və ya none, amma biz bunu CSS tərəfindən edirik, halbuki bugünkü vaxtımızda. Artıq fayl save edib qaydaq. Gördüyünüz kimi əslində kvadrat formasındadır. Lakin bunun bir başqa tərəfi də vardır ki, əlbəttə ki, bu isə listin stilinin tipi deyil artıq, listin stilinin görüntüsüdür. Artıq biz qeyri-siyahı listəsinə müraciət edəcəyik. Bunlar isə məhz A deyil, B-dir. Üzr istəyirəm, B-yə bunu nişanlayaq və bunu buradan none deməyək. Birincisini none deyək, bəli, üzr istəyirəm, none deyil. Circle, daha sonra square. Əlbəttə ki, bu UL klassları üçündür. OL klassı üçünsə C-yə, yəni C klassına OL-in də həmçinin list, style, image. Artıq burada listin stilinin, əşya listinin, siyahısının stilinin görüntüyə mənimsədilməsini də CSS tərəfindən artıq görə biləcəyik və bunu da artıq yerinə yetiririk. URL, yəni yönəlmə ünvanlılığı və nöqtəli virgül qaydaya xas olaraq hər dəfə sonlarında kullanıcının əmrimizin və artıq şəklimizin ünvanlaması sadə iki dırnaq deyil, məhz tək dırnaq arasında və ya ümumiyyətlə iki dırnaq arasında da yeni qeydə ala bilərik. Burada artıq biz şəklin ünvanlamasını yazırıq. Məsələn, gedək biz özümüz əvvəlcədən website qovluğumuza gördüyünüz kimi burada mənim iPhone 3G.jpg uzantılı və 440 eni və hündürlüyü 330 piksel dəyərinə olan rəqəm bütövlüyünə olan şəkil tipli faylim var. Və mən məhz onun üzərində sağdıməni qeyd edirəm və Asmansiyadan rename adlığını götür deyə sözlüyümü seçirəm, dəyişdir deyə. Üzərində sağdıməni qeyd edib bir daha yenə copy deyə, yəni nüsxəsini əldə et deyə copy deyə sözlüyü götürürəm. Artıq ünvan yönləndirilməmi burada gördüyünüz kimi URL-imi məhz bu şəkil olan iPhone-3G.jpg tam olaraqdan, yəni adlı bütövlüyünə xarakterizə edirəm. Və artıq fayl menüsündən save edək, qaydaq səhifəni yeniləyək. Gördüyünüz kimi burada üçüncü yazı üçün əslində li, yəni siyahının əşyası adlı bu işləmləmə üçün məhz eni və hündürlüyü təqdim olunan şəkil oldu. Lakin bu şəklin yerinin müəyyən olunmamasına görə belə bir hala gəlmişdir əlbəttə ki.
ən az soldan başlamaqla, yəni normal bir nizamda dayaq duyana bilərdi, yəni dayaqda özünün növbəsini bildirə bilərdi. Lakin burada heç də başqa cür formaya xas və ya aidiyyatlı edilərəkdən bunun bu cür hala gəldiyini və nə cür bir işləmə proseduraya malik olduğunu görə bilirik. Artıq OL davam edisində axırıncı D-ni də qeydə alaq və biz burada əlbəttə ki list style deyəcəyik bir daha yenidən. Type və listənin siyahısının tipini isə artıq burada upper Roman deyəcəyik. Upper Roman və qeyd edəcəyik. İndi bunun nə kimi bütövlük və ya xarakterizəyə aidiyyatlı olduğunu biz görə biləcəyik əlbəttə ki. Upper Roman burada yüksəlişə doğru Rum rəqəmləri ilə, yəni Rumıniya rəqəmləri ilə bölgüləndiyini bildiririk. Siyahının, yəni stilinin tipini. Artıq bu kodlamamızı da həmçinin işlədikdən sonra, məsələn, burada imagim də var idi əlbəttə ki, artıq tipini dəyişim bir daha, type və type-ını burada artıq lower alpha. Burada əslində lower alpha bölgülülüyü nəyi bildirir? Burada lower alçaqlığa doğru, yəni aşağı düşkünlüyə doğru, alfa isə burada alfa deyil, məsəl riyaziyyatdan bildiyimiz alfa, delta, delta kimi işləmləmə prosedurası və ya funksional yönümlü bir gedişat tərəfi deyil, məhz alfavit sözünün qısaldılmasıdır. Yəni alfa bu sözün qısalmasıdır. Gördüyünüz kimi alfavit sözünün qısalması. Alfavitdəki əlbəttə ki alfavit, yəni əlifbamız, əlifba sözlüyü bildirilir. Alfa isə gördüyünüz kimi qısaldılmış tərzidir və bu anlam ilə alçaqlığa doğru bütün hərf sıralaması ilə A, B, C, D, Y və s. 32 hərfin hər biri nəzərə alınmaqla ümumiyyətlə, yəni qeydə alınma hərf başlığına müəyyən edilir bu nişan bölgülülükdə. İndi artıq biz bu iki dəyəri də həmçinin listin siyahısının tipinə müəyyən etdik və artıq fail menüsündən save edirik bir daha. Qayıdıq hyper sənədimizi yeniləyək və 3-cü, 4-cü yazıya ələxüsus diqqətlə yetirək nəzərimizi və gördüyünüz kimi birinci yazı əslində biz UL-AY eləmişdik. Yəni siyahının əşyası qeyri-listlənmiş siyahıya, yəni tərif siyahılarına və sifariş siyahılarına isə öncə circle, daha sonra SQR bu UL-ləri idi. OL-lərə isə lower alpha və OL-in ikincisi olan D-yə isə D klasına isə upper Roman deyə qeyd etdik və bunun nə kimi dəyişdiyini görə bilirik artıq. Yəni A nişanı olan alfa vasitəsilə 3-cü OL-ə, yəni OL, birinci OL, ikinciyə isə yazı 4 adı olan, klasa alınan Rum rəqəmi olan 1-ə mənlisədir və bu cür bizə i tərəfliliyi kimi əslində anlaşma bir rəqəmə göstərilir, amma əslində Rum rəqəmi olan 1-dir bu. Və bu kimi xarakterizə edilən tərəflərə malik olan siyahıların da nişanları, yəni stilləri ümumiyyətlə siyahıların stillərinin tənzimlənməsi bu cür həyata keçirilir və bu cür müntəzəm olaraqdan işləm prosedurasına malik olur. Bu dərsliyimiz də bu qədər. Bir sonraki dərslikdə bir daha yenidən görüşmək ümidi ilə deyirəm və artıq sağ olun.